Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. 6-cı siniflər üçün fən müsabiqələrinə hazırlıq sınaqlar və qəbul imtahanları toplusu kitabından deməli sualların izahlarına baxırıq. İlk sualımız belədir. Tənliyi həll edin deyir. Tənliyi həll edə bilmək üçün bizə verilən sualın həllini ardıcıllıqla yazıb hesablamaq lazımdır. Deməli, birinci sualda bizə verir ki, 3 vurulsun mötərizə x minus 2. Həllin yazısı olacaq 3x minus 3'i 2'ye vurduqda 6 minus 2'ni x'e vurduqda 2x, sonra 4'e vursak plus 8 bərabər mənfi x plus 12, bunu 12 minus x şəklində də yazmaq olar. Sonra edəcəyimiz nədir? X'ləri bir tərəfə, ədədləri bir tərəfə toplamaq. 3x'dan 2x'i çıxsaq alırıq x. Mənfi x sağdakı mənfi x sola keçsək üzərinə əlavə edirik x. 12 üzərinə 6 gəlib 8'i çıxırıq. X'ləri toplasaq 2x olur. 12 ilə 6'nın cəmi 18. 18'dən 8 çıxsaq bizə 10 verir. X'in qiymətini tapanda 12'ye bölürük. Doğru cavabımız 5 alınır. C variantı. Növbəti sual. İkinci sual. A bölü B nisbəti 3'də 2 olarsa ifadənin qiymətini tapın. Burada verilən ifadədə A'nın qiymətini 2x şəklində, B'nin qiymətini 3x şəklində ifadə etmək mümkündür. Sonra verilən ifadədə A və B'ni x-dan asılı şəkildə gətirək. 2B'dir, 2'ni 3x'e vururuq, 6x olur məxrəcdə. A plus B'dir, yəni 2x plus 3x yazırıq. Sürətimiz 6x, məxrəcimiz 5x. İxtisarımızı aparsaq, olacaq doğru cavabımız 5'də 6 və yaxud da 1,2. A variantı. Növbəti sual. İfadənin qiymətini hesablayın deyir. İfadənin qiymətini hesablayanda 0,12, 0,6'ya böləndə vergülləri atırıq. 12'ni 6'ya bölürük, 2 alınır, üzərinə əlavə edirik. Növbəti də biz 0,4'ü 0,8'e bölmək üçün sonuna bir dənə 0 əlavə edirik. Sonra vergülləri atırıq. 40'ı 8'e böləndə doğru cavabımız 5 edir. Əlavə edirik. Eyni qayda ilə növbəti sualda 0,12'ni 0,5'e böləndə 2'ni sağına bir dənə 0 əlavə edirik. 20'ni 5'e bölürük. 20'ni 5'e böldükdə doğru cavabımız 4 edəcək və bu ifadələri deməli burada çıxmadı. 2 üzərinə 5 əlavə edirik. 7, 7'dən 4 çıxırıq. Doğru cavabımız 3 alınır. B variantı. Növbəti sualımız. Deməli, bizə verdiyi 3 rəqəmli A5B ədədi 4'ə və 9'a tam bölünür. 4'ə bölünə bilməsi üçün 5B ifadəsi 4'ə bölünməlidir. 50 ədədində, 50'nin qiymətlərində 4'ə bölünən ədəd. 51 bölünmür, 52. Deməli, 10 3 dəfə bölünür. Yəni, B'nin qiyməti 2 ola bilər. Sonra 53, 54, 55, 56 bölünə bilər. Yəni, 6 ola bilər. 14 dəfə bölünür. Bir də 60 ola bilər. O da B'nin qiyməti ala bilməz. Deməli, çünki ilk qiyməti 5'dir. 5 ilə B 60'ı vermir. B'nin 2 və 6 qiymətlərini yoxlayırıq. 9'a tam bölünür deyir. 9'a tam bölünməsi üçün fərz edək ki, birinci halımızda A 5, bir də 2 ifadəsidir. Burada 9'a bölünə bilməsi üçün 5 ilə 2'ni topluyoruz 7. A plus 7 9'a bölünməlidir. Buradan A'nın qiymətini hesablasaq 2'ye bərabər olur. Başqa qiyməti yoxdur. Deməli, B 2 olanda A da 2 olur. İkinci hala baxaq. İkinci halda tutaq ki, A 5 6 olsun. 6. Bu ifadədə nə baş verəcək? Deməli, toplasaq A plus 11 olur. 9'a bölünə bilməsi üçün A'nın qiyməti olacaq 7. Yəni, B'nin qiyməti 6 olduqda A'nın qiyməti 7 olur. Buradan edəcəyimiz nədir? Cəmini deyir. A'nın mümkün qiymətləri cəmini tapın. A'nın ilk qiyməti 2, növbəti qiyməti 7'dir. 2 ilə 7'ni toplasaq doğru cavabımız 9 edir. A variantı. Növbəti sualımız.
hesablayın deyir. Hesablamaq üçün bizə nələr lazımdır? İlk mötəriz daxilində bölməni hesablayır. 2-də 1-i 3-də 1-ə böləndə 2-də 1-i 3-də 1-in tərsini, yəni 1-də 3-ə vurmaq lazımdır. Cavab 2-də 3 eləyəcək. Bunu tapdıqdan sonra 1-dən 2-də 3-ü çıxırıq. 1 özü 2-də 2-dir. 2-də 3-ü çıxsaq, doğru cavabımız -2-də 1 eləyir. İndi biz ardını yazsaq, deməli 2-də 1 çıxılsın 2-də 3 vurulsun. -2-də 1-dir. Mənfi qarşıdakı mənfi ilə hasini müsbət eləyir. 2-də 1-ə vururuq. Və bu da o deməkdir ki, 2-də 1 üzərinə əlavə edəcəm 4-də 3. 2-də 1 ifadəsini sürət məxrəci 2-yə vursaq alınacaq 4-də 2. Toplasaq 4-də 5 edir. 4-də 5, yəni B variantı. Üstəki hissəsi 16 olan ədədin 25%-ni tapın deyir. Nə etmək lazımdır? Üstəki hissəsi 16 ise 16-nı 3-də 2-yə bölmək, yəni 2-də 3-ə vurmaq lazımdır. Vurarkən də 16-nı 2-yə bölü 8 3-ə vursaq 24. 25%-ni tapın, yəni 4-də 1-i. 24-ün də 4-də 1-ini tapanda cavab 6 eləyir. B variantı. Standart zərb bir dəfə atılır. Üst üzə sadə də düşməsi ehtimalını tapın. Əlverişli halların sayı, deməli üst üzə düşən sadə ədəd olması üçün zərdə 1-dən 6-ya qədər sadə ədədlər 2, 3 və 5, yəni 3 ədəddir. Mümkün halların sayını isə axtarsaq, bu da bizə verəcək. 1 zər atdığına görə 6, 6-da 3 qiymət eləyir. Yəni 1-1-ə böldükdə 3-ə ixtisar aparsaq doğru cavabımız 2-də 1 olur. Deyək ki, müxtəlif rəqəmlər olarsa, cəmi ən çoxu neçə olar? Deməli, A-ya, C-yə, bir də E-yə ən böyük müxtəlif qiymətlər versək, 9, 8, bir də 7. Sonra cəmin ən çoxu ola bilməsi üçün ilk 9-un yanına 6 yazaq, 5 yazaq, 4 yazaq. Bunları toplasaq, doğru cavabımız 255 edir. C variantı. Cəfər 50 nəfər arasında kinofilmlər haqqında sorğu keçirdi. Sorğuya atılan 41 nəfəri kinokomediya, deməli 35 nəfəri macəra, 30 hər iki filmi xoşladı. Deməli komediya, növbəti macəra. Əlavə olaraq da ümumi 50 nəfərdir. Deməli 30 nəfər hər iki filmi xoşlayır. Deməli mərkəzə 30 yazmalıyam. 41 nəfər komediya, deməli 41-dən 30 çıxsam 11 nəfər yalnız komediyadır. 35-dən 30 çıxsam yalnız macəradır. Bunları toplasaq 11, 30, bir də 5 eləyəcək 46. 50-dən 46-nı çıxırıq. Doğru cavabımız 4. Yəni heç birini xoşlamayanların sayı 4 nəfərdir. Ardıcıl cüt ədədlər olarsa, deyir ki, ifadənin qiymətini tapın. 1-in yerinə C-də C yazsam, çıxılsın C-də A. Bu fərq bizə verəcək C-də C minus A-nı. Sonra 1-in yerinə C-də C yazsam, C-də B-ni çıxsam, cavab olacaq C-də C minus B. Və bu ifadələri bir-birinə böləndə tərsinə bölürəm. Tərsinə bölərkən nə edəcəm? C olduğu kimi alacaq. C minus A bölünsün C. İkinci ifadənin tərsini yazıram. C minus B, yuxarıda C yazacam. Burada sadələşdirəndə ixtisarımı aparıram. İxtisarımızı aparanda C minus A sürətdə məxrəcisi C minus B olacaq. İndi belə deyək. Ardıcıl cüt ədədlər olduğuna görə yəni bunlara qiymətlər verək. Tutaq ki, A-nın birinci qiymətidir. B, A-dan 2 vahid böyük olmalıdır. 2 vahid. Sonra C isə B-dən 2 vahid böyük olmalıdır. Yəni A plus 4 olacaq. İndi həmin ifadələri yerində yazıb hesablasaq nə alırıq? C-nin yerinə yazacağım A plus 4. A plus 4. Çıxılsın. A-nın qiymətini olduğu kimi saxlayıram. Sonra C-nin yerinə yazsam A plus 4 yenidən. Çıxılsın. B-nin yerinə A plus 2 yazsam, o qarşıdakı mənfiyə görə minus olacaq. Buradan sadələşdirəndə A-lar islah olur, 0 eləyir. 0 eləyir. Sonra, yəni yuxarıda 4 qalacaq. Sonra burada A-ları islah eləsəm,
0 eləyir yenidən. 4-dən 2 çıxıram. Məxrəcdə 2 qalır. 4-ü 2-yə bölsəm, doğru cavabımız bizə 2 verir. D variantı. ABC müxtəlif natural ədədlərdir. İfadənin ala biləcəyi ən kiçik qiyməti tapın deyir. Biz edəcəyimiz nədir? A-nı AC bölünsün C şəklində yazsaq, çıxılsın B bölünsün C kimi yazsaq, bərabər 33. Sonra nə edirik? Məxrəclər C-dir. Hər tərəfi C-yə vursaq, nə alırıq? AC minus B bərabərdir 33 C-yə. Ardınca, buradan C-nin qiymətini axtarsaq, AC çıxılsın 33 C olur. C-ni orta vuru çıxarsaq, qalacaq A minus 33. İndi bir şeyə diqqət edək ki, burada A-nın qiyməti B natural ədəddir, C də naturaldır, A da naturaldır və A-nın qiymətinə biz ən çoxu qiymət verə bilərik ki, 33 olsa B 0 olacaq, 34 olsun. 34 olarsa əgər, 34 olarsa, deməli A-nın qiyməti 34 olarsa, nə baş verəcək? 34-dən 33 çıxıram, B bərabərdir, C vurulsun, 34 çıxılsın, 33 olur ki, bu da elə C-yə bərabərdir. Amma bizə deyir ki, müxtəlifdirlər. Deməli, mən A-ya artıq bu qiyməti verə bilmərəm. Keçirik digərinə. A-nın qiymətinə 35 desək, 35 desək nə olacaq? B-nin qiyməti bərabər olacaq, C vurulsun, 35 minus 33, yəni 2C. B-nin qiyməti 2C olduğu halda yerinə yazıb sadələşdirə bilərik. Deməli, ardınca nə edirik? A-nın qiyməti artıq məlumdur, 35 alınır. Sonra bizə verilən misalda AB minus C ifadəsində A-nın yerinə 35 yaza bilərik. 35 vurulsun. B-nin yerinə 2C yaza bilərik. 2C yaza bilərik. Çıxılsın. Deməli, C-nin də yerinə elə olduğu kimi özünü yazsaq, olacaq 70C çıxılsın C. Bu da bizə verəcək 69C. Burada müxtəlif qiymət ala bilməsi üçün, ən kiçik qiymət ola bilməsi üçün C-nin qiymətinə 1 götürüb, C-nin qiymətinə 1 götürsək, sözsüz ki, B-nin də qiyməti 2 vurulsun C olacaq, yəni 2-yə bərabər olacaq. Qısaca, C-nin qiyməti 1 olduqda doğru cavabımız da elə 69 alınır. Yəni D variantı. Mağazadakı ayaqqabıların hər biri 28 manata satılarsa, demək ki, fərz eləyək, mağazada A sayda ayaqqabı var. A sayda ayaqqabı var, 28 manata satılarsa, olacaq 28 A. 140 manat gəlir əldə edilər. Hər biri 22 manat satılarsa, 40 manat ziyan əldə olunur. Deməli, 140 manat gəlir, 40 manat ziyan. Bunların arasında fərq 180 manat. Mən 22 A-nı çıxsam, doğru cavabım 180 manat olacaq. Bunların fərqi 6 A-nın qiyməti 180, A-nın qiyməti 30 manat eləyir. C variantı. Hovuzun 4də 3-sü su ilə doludur. 50 litr su tökülərsə, hovuzdan 18 litr su daşar. Yəni, 18 litr çox olar. 4də 3-sü su ilə doludur. Deməli, 4də 3 x-in üzərinə 50 əlavə etsəm, 18 litr su daşar deyir. Yəni, x plus 18-ə bərabər olur. İndi buradan edəcəyimiz nədir? X-dan 4də 3 x-i çıxırıq, 4də 1 x olur. 50-dən 18-i çıxırıq, 32 olur. X-in qiymətini tapanda 4-ü 32-yə vururuq. 128 D variantı. Növbəti. Düzbucağının eni 5 cm, düzbucağının uzunluğu 2 desimetr artırdıqdan sonra sahəsi 130 olur. Deməli, edəcəyimiz nədir? Biz düzbucaqlı göstəririk. Əvvəlcə eni 5 idi. Sonra nə baş verdi? Uzunluğunu əvvəlcə x götürək, sahəsi olacaq 5x. İkinci halda 2 desimetr uzunluğu artır. 2 desimetr artanda 20 cm artır. Bunu göstərək ki, ikinci halda necə olur? İkinci halda 1'i 5 olur eni, amma x plus 20 uzunluğu olur. O zaman sahəsi olacaq 5x plus 100. 5x plus 100.
Deyir ki, sahəsi 130 oldu. Artdıqdan sonra deməli 5x plus 100-ün qiyməti oldu 130. Buradan 5x-in qiymətini tapsam 30, x-in qiymətini axtarsam 6-ya bərabərdir. Bizdən istədiyi nədir? Əvvəl verilən düzbucağının sahəsi neçə idi? Deməli, buradakı sahəni hesablasaq 5-ə 6-ya vuruq, doğru cavabımız 30 edir. C variantı. Şəkildəki düzbucaqlar eyni ölçülü olduğuna görə x-in dərəcə ölçüsü nə qədərdir? Bərabər yanlı üçbucağı verir bizə. 70 isə burada 70-dir. Toplasaq eləyəcək 140. Yuxarı təpə bucaq 180 çıx 140 40 dərəcədir. Sonra edəcəyimiz nədir? Deməli, buradakı bucaqların hər biri 90 dərəcədir. Edirik ki, x plus 90'ları toplasaq 180. Üzərinə gəlir 40 dərəcə. Cavab 360 dərəcəni verməlidir. 220, 360-dan 220 çıxanda deməli, olacaq 140 dərəcə. C variantı. 2020 nəfərin iştirak etdiyi imtahanda Ləmandan az bal toplayanların sayı çox bal toplayan sayından 2 dəfə çoxdur. Deməli, Ləmanın durduğu yerdən əvvəl olanların sayı x götürsəm, sonra olanların sayı, ümumi sayı 2020-dir. 2020-dən bir nəfər Ləmandır. Deməli, əvvəli x-dir, sonrası 2019 çıxılsın, x olacaq. Deyir ki, az bal toplayanlar sayı çox bal toplayan sayı 2 dəfə çoxdur. Deməli, edəcəyimiz nədir? Biz 2019 x-in qiymətini deməli, az bal toplayanların sayı çox bal toplayan sayı 2 dəfə çoxdur. X-in qiymətini bərabər yazırıq. Çox bal toplayanların sayından 2 dəfə çoxdur. 2 vurulsun 2019 çıxılsın x. Deməli, az bal toplayanların sayı çox bal toplayan sayından 2 dəfə çox olmuşdur. Deməli, burada belə deyək. 2x bərabər olur. 2x bərabər olur digərinə. 2019 minus x-a. Burada x-i sola keçsək 3x bərabər olacaq 2019-a. X-in qiyməti isə olacaq 673. Nə istəyir? Bunun əvvəldən neçənci yerdə durmuşdur? 673 x-in sayıdır. Ləmanın durduğu yer isə 674 olacaq. B variantı. Növbəti sualda deyək ki, hesablayın. 1-dən 7-də 1 çıxanda 7-də 6 eləyir. Sonra 7-də 5 eləyir. Sonra 7-də 4 eləyir və s. artır. Növbəti ən sonda isə mənfi 2018. Məxrəc isə 7-dir. Bu ədədlər gördüyümüz kimi ardıcıl kiçili. Kiçiləndə sözsüz ki, ortada bir dənə 7-də 0 var ki, sürət 0 olduğu halda bütün hasili 0-a çevirir. Doğru cavabımız A variantı olur. Eni 5 cm, uzunluğu 8 cm olan düzbucağı şəklində birləşib alınan fiqurun perimetri neçə santimetrdir? Deməli, yuxarının sayısı, uzunluğu 8 isə aşağı bütövlükdə 16-dır. 16-dan 8 çıxsaq, yerdə qalanların cəmi 8 olacaq. Deməli, solda 5, 1 dənə 5, 2, 5, 3, 5, 4, 5, 6, 7, 5, 35 eləyir. Yuxarı 8, sol tərəf, sağ tərəf 8 elədir. Deməli, 2, 8, 16 yuxarı, 16 aşağı. Toplasaq 32. 67 eləyir. Alınan fiqurun perimetri neçədir? Gəlin bir də baxaq. Eni 5-dir. Deməli, 1, 5, 2, 5, 3, 5, 4, 5, 6, 5. 6, 5'in 30. Üzürlü sayın 30. 30. Sonra 1, 8, bu 2, 8, 16 eləyir. Sonra 24 eləyir, bu da 32 eləyir. Toplasaq 62 B variantı. Növbəti 19-cu sual. Mötərizə yerləşdirməklə əldə ediləcək ən böyük x ədədi neçə olar? Bu ifadə mötərizə yerləşdirməklə belə bir mötərizələr yerləşdirsək, deməli 2 ilə 3 arasında olacaq 1 bölünsün. Deməli 3-də 2-ni 4-ə böləndə 12-də 2 eləyir. O da 1 bölünsün 6-da 1 böləndə tərsi 6 edir. X-in qiyməti ən böyük 6 ola bilər. Deməli, AB cəmini tapın deyir.
Burada nə edirik? Y-i tapa bilmək üçün x-i 4-ə vuruq. 4x olur. Deməli, a-nı tapa bilmək üçün 4-ü 2 onda 2-yə vurmalıyıq. 8 onda 8 olur. B-ni tapa bilmək üçün 9 onda 6-nı 4-ə bölməliyik. Olacaq 2 tam onda 4. Bizdən bunların cəmini istəyir. 10, 11 tam onda 2 eləyir. O da B variantını verir.